bugün sizlerle beraber Rise of Kingdoms videosu çekeceğim ve burada Rise of Kingdoms'ın neler eləyib, neler eləyəməyəcəyinizdən sizə danışacağım. Bu oyunu mən çox köhnə başlamışam. Noyabrın neçəsində zət başlamışam elə idi. O kadar səhv eləmişəm ki, o mənim gəlişməmi zət çox çətinləşdirdi. Əgər onu bilmirəm mən neçə günlük olacağam, sizə göstərəcəm mən. Size burada bir şey göstereceğim. Oyunu necə geliştirilir. Tezə başlasanız eğer bunları öğreneceksiniz. İlk önce uşaqlar burada sıralamalara girin. Burada ilk önce ve en güçlü klana girmeye çalışın. Mesela bu klana girmeye çalışın. Çünkü eğer bu klana girseniz bu oyundaki balina yani oyuna pul yatıran adamlar demektir. Yani oyuna pul yatıranların olduğu bir klanına girseniz yani size orada klana girip burada mesela bir tane klana girin. Beraberler. Yani burada klanda mesela burada hediye diye bir kısım var. Burada nadir, burada normal olur, nadir de olur. Buraya girer size. Yani siz oyuna free to play başlayacaksınız. Yani free to play odur ki oyuna pul yatırmayacaksınız. Yani ve bununla hiçbir işiniz olmayacak. Hem de size uşaqlar size danışacağım. Yani klanda balinalar oyuna mesela bunları alır. Yok bunlardan birini alır. Mesela bunu alır. Bunu mesela hem bu sandık hem de şey olur böyle klana gelir o sandık. Hem klana geldi hem sizde hem de oradaki başka adamlar da bunları istifade edebilir. Mesela yani indi ise cevap keçək bura. Oğlum o kadar kastı ki. Burada da ortada bir yer var. Mesela bak bura. Bura olmalı. Yok. Hayır yok. Yani orta. Ha burada ortada bir yer var diye. Onu unuttum da. Tam ortada olur. Bak mesela bu olmalı. Bakın uşaqlar bunu eğer bunu işgal eləyən krallığın burada dayandırıb oxuya bilərsiniz. O buranı işgal eləyən, ilk işgal eləyən krallığın kralı olur. Kralın krallığı da burada görürsünüz da sonsuz harf yani KVK birinci sezondadır bura. Buranı eləyən krallığın kralı olur. Ve uşaqlar sizə biraz komutan bilgisi verəcəm. Burada komutanlara orada komutanlar var görürsünüz burada. Aslında benim yan hesabımda burada komutanlar yazdı. Siz o hesabını görürsünüz. Mesela burada esas seçeceğiniz medeniyet boyunda ben bunu seçmişim. Burada Çin olacak. Çünkü Çin hem kıta savunması, eylem planlarında inşa hızı verir. İnşa hızda siz mesela bir de burada bunu inşa ediyorsunuz ve o size daha da süratlendirecek ve %5 daha da süratlendirecek. Ve sıradaki videomuz şimdi bu esas hesabı çekeceğiz inşallah. Hem uşaqlar indi bu benim esas hesabımda gördüğünüz gibi. İndi uşaqlar size bundan bahsedeceğim. Burada da kadın var görürsünüz bunu. Onun mesela bunu mesela əskər bastığımızda en çok əskər bastığımızda gelir. Bu əskər basanda da bu bize ürünler satır. Hem elmas satır hem de gıda hem de bunlardan satır bu. Yukarıda 4 tane satar. Bir de elmasla satar. Uşaqlar size elmasla almanızı tavsiye etmem. Bu kadar. Burada hem de komutanı size öneri vereceğim. Uşaqlar size önereceğim strateji burada. Hem de araştırmalar var burada. Araştırmaları her gün basın. Gördüğünüz gibi ben de burada saldırı burada dövüş taktikleri araştırıram. Ve 4 gün süresi var. Hem de ben bunu azaltmak için azaltamayacağım. Bu da uşaqlar size dediğim gibi en güçlü klanlara girmeye çalışın. Eğer girdiğiniz sürece balinalar burada mesela buradan size sandık gelecek ve size o sandığı açarak daha da asan geçebileceksiniz. Uşaqlar hem de size bir tane tavsiyem olacak.
şəhərlərə hücum eləməyin. Çünki əgər şəhərlərə hücum eləsiniz də göstərəcəm mən. Mən o qədər şəhərə hücum eləmişəm ki, mənim toplam hara göstərir o. Mənim toplam 510 ölüm var. Və o 510-u toplasan, hamısını şəhərlərə saldır. Aslında mən şəhərlərə saldırmamışam. Bax, gördünüz, mən 708 o qədər idi yəni. O qədər şəhərə saldırmadım. Onlar mənə saldırdılar. O qədər saldırdılar ki, mənə artıq məndə əsgər azaldı. O qədər az əsgərim var ki, hamısı texnoloji zatdandır. Yəni bu qədər az əsgərim var həndə. İndi isə uşaqlar burada artıq videonun sonuna gələk. Bu da ilk Rise of Kingdoms videosu olacaq deyil. Uşaqlar sırada isə burada Hisar deyə bir şey var burada. Hisar tapsın. Burada Hisar deyə bir şey var. Bu Hisar oyunda belə şeylə yüksəldilir. O da onlar onda bir dənə yerlər var. Barbar krallərinə saldırırlar. Barbar krallərinə saldıranda da siz onlarla bərabər yardım edib siz onlarla bərabər saldırırsınız barbar krallərinə. Həm də onları yüksəltmək də çox asan da deyil. Yəni onu yüksəltmək üçün o qədər çətindir ki, onu basmaq bir yana. Onu basmaq istəsəniz, yəni 10-20 gününüz gedəcək yəni bunu fullləmək üçün. Çünki həm şey atacaqsınız, barbar krallarına hücum atacaqsınız, onlara gələcək. Bəzən gəlmirlər uşaqlar, gəlmirlər. Onu yəni toplu saldırı səfərbərlikdir o da. Yəni səfərbərlik deyir bura. Bax burada göstərir. Birlik. Burada səfərbərlik olur. Sizdə yəni səfərbərlik yəni özü istəyir saldırmaq, ona görə o deməkdir. Sonra uşaqlar burada əsgərlər keçək. İndi isə uşaqlar burada görürsünüz. Burada necə idi, görürsünüz. Yox. Hər nəysə. Burada bir dənə əsgərlər var. Burada sizə tavsiyə edilən 2 dənəsini göstərəcəm. Biri piyada kullanmağım, biri də süvari. Çünki okçu asla kullanmayacaq, bir də kuşatmanı. Çünki kuşatma hamısı istifadə edə bilərsiniz. Amma tavsiyə olunan bundan bir də süvari. Çünki süvari Süvarla piyada eyni gücdədir, yəni ikisi də çox yaxşıdırlar, yəni kullanışlıdırlar. Yəni elə bir çətinliyə düşməyin, yəni hamı piyada kullanım, mən okçu kullanım deyə bir şey deməyin. Çünki burada da yer vardı, onu görəmirəm ki məndə. Olmur. Mən bundan da daha da güclü, bunlar yəni belə, yəni məsələn piyada daha güclüdür. Çünki bu oyundakı çoxu adam piyada kullanır. Çünki çox güclüdür piyada. Həm də burada barbarlar var. Oyun sizə öyrədər, burada barbarlara saldırırsınız. Bu barbara saldırım məndən. Yəni çox asandır. Bu oyunu oynamaq çox asandır. Əgər free to play-səniz sizin işiniz çətindir. Balinalar üçün asandır. Amma free to play-lər üçün çətindir. Yəni gördüyünüz kimi. Həm də ən güclü klanı girsəz, yəni çıxardılma ehtimalınız var. Çünki onlar çox güclü adam axtarırlar. Mən də dəfə 5'i girmişdim. Ən çox 5'i girmişdim. İndi sıralama. İndi burada 3'deyəm. 3-cüyə çıxdım. 14-cü yerdəki klan mənə atdı. Dedi ki, mən səni istəməm, lazımsızsa. Dedi attı. Mən getdim 3-cüyə girdim. Orada təşəkkür. Dedik bana oyun yerdə bir şey olmaz. Burada 29-cu yerdəyəm. Çünki o qədər hücum deyiləm təbii ki. O qədər hücum deyiləm. 129-cu yerdəyəm. Ben burada 5 sayəsində güzel. Ligi binası 18 yanında 19'u basacağım tabii ki. Ama bunu da sürdüm. Aya bu ne? Benim gücümün ulaştığı yere imparatorun... Les Arabes ne doivent jamais capturer ne serait-ce qu'un centimètre. Ya
İki karanın sultanı, Hayır, iki bu çok denizin çetin de ama ben hakanıyım. inanmaram ki. Bu yüzüdülər də bunlar. Mən də bunu necə üzüm edir. Şimdi şunlar Rise of Kingdoms gələ bilər, Bombis gələ bilər. Minecraft arada bir gələcək. Çünki Minecraft çox oynadığım, sevdiğim oyundu. O sevdiğim oyundu. Ama az gələcək çünki ya da az gələcək. Bakın burada sadece Astralia var biliyorum. Astralia var. Toplam 125 yaralı var. Yani çok gelecek yani artık Hüseyin'le gelir ne olur yani gelir bence. Bir arada olsa böyle İnşallah da burada böyle şey var. Yani siz VIP'den danışmadım. İnşallah burada VIP yani elinize geçen ilk elmasları VIP'ye basacaksınız. Sebebi ise VIP'den size mesela burada bunlar verecek açalım şimdi. Burada mesela bunlardan verecek. Hatta 10 olsanız 10 sen bunlar verecek. Efsanevi komutan heykelleri verecek. Ha tabii ki şey oldu. Bitti. Böyle kaçak gidiyor. Hem de uşaqlar burada size bir şey diyeceğim. Burada eğer sabirliyseniz bunları basmayacaksınız. Bunlardan ben sabrim kurtardı, sabrim bitti, hamısını bastım buna çaşdım. Yani çaşdı basmaz olaydım. Yani bastım ama. Ben tez bunu bastım. Sonra biraz elimden çetsin biraz. Çağsıma gelip basacağım bunu 5'e. Ağır piyadeni. Yani böyle oyunu başlayacaq. Hem bu şeyler size tavsiye olunan, Çağsıma tavsiye olunan burada becerilərdə bu 5 1 yani ben bunu saçtım bastım. Çünkü oyun otomatik elde böyle bir sistem öğrendim. Burada bunu mesela bunu basacağım, bunu çekeceğim. Bunu basacağım, bunu üçü edeceğim, bir edeceğim. Ha uşaqlar. Sonra uşaqlar videomuz bu kadar olsun. Bu da ilk Rise of Kingdoms videomuz olsun. Hadi uşaqlar sağ olun, salamat qalın.